Demək, indiki mövzumuz nədir? İsimlərin mənsubiyyəti və şəxsə görə dəyişməsi. Demək, testlərdə bunu mənsubiyyət şəkilçilərlə şəxs şəkilçilərini qarışdırıblar. Daha doğrusu, mənsubiyyət şəkilçili sözlərlə şəxs şəkilçili sözləri qarışdırıblar. Bunu qarışdırmamaq üçün nə edirik? Əvvəlcə izahına baxaq, sonra çoxlu nümunələr göstərək. İsimlər, bu isimlərin kateqoriya şəkilçiləridir. Mənsubiyyətə görə də dəyişə bilər, şəxsə görə də dəyişə bilər. İsimlər mənsubiyyətə görə dəyişirsə, bax, sözün mənasına fikir verin. Mənsubiyyət şəkilçisi, mənsubiyyət nə deməkdir? Aidlik. Aidlik. Bax, tutaq yazmışam mənim uşağım. Və heç buradakını yox, hələ buradakını saxlayıram. Deyirəm, mənim kitabım. Mənim kitabım. Kitabın yiyəsi kimdir? Mən. Mənə mənsub olan, mənə aid olan şeyləri kitab. Diqqət elədinizmi? Bu yiyəlik halının mənsubiyyət şəkilçisi həmişə ayrılmaz. Bax, burada nə yazmışam? Yiyəlik hal, üstəgəl mənsubiyyət. Bu ikisini bir-birindən ayırmaq olmaz. Məlum məsələdir. Mənim mənsub olan bir şey var. Elə demək ki, mən bunun yiyəsiyəm. Və ya, mən yiyəsiyəmsə, mən nəsə bir şeyin yiyəsiyəm. Mənə nəsə bir şey mənsubdur, aiddir. Ona görə bunlar ayrılmazdır. Mənsubiyyət şəkilçili söz özündən əvvəl hansı şəkilçili sözü tələb edir? Mütləq yiyəlik hal şəkilçisi. Yiyəlik hal şəkilçili söz, sonra gəlir mənsubiyyət şəkilçili söz. Diqqət edin. Mənim uşağım. Uşağın sahibi yiyəsi kimdir? Mən. Mənə mənsub olan şey kimdir? Uşaq. Fikrini çatıra bilirəm. Bax, buradakı mənim il yiyəlik haldır. Biz bilirik ki, yeganə dilimizdə iki söz var. Biri mən, biri də biz sözü. İsmi yiyəlik halında, mən məsələn şəkilçi ın, in, un, ündür. Amma bu iki söz ın yox, in qəbul edir. Bax, bu il şəkilçisi yiyəlik hal şəkilçisidir. Mənim il yiyəlik, uşağım. Buradakı ın şəkilçisi ın, in, un, ün, 4 variant artıq mənsubiyyətdir. Birinci tərəf, biz baxmıyoruz, bunlar söz birləşməsidir. Yiyəlik ilə mənsubiyyət birləşəndə nə əmələ gətirir? Söz birləşməsi. Biz bunu sintan şöbəsində keçəcəyik uşaqlar. Buna üçüncü növ ismi birləşmə deyirik. Üçüncü növ ismi birləşmə. Baxın, yiyəlik hal, üstəgəl mənsubiyyət. Nəticədə bunlar hamısı söz birləşməsi əmələ gətirir. Sənin uşağın, uşağın yiyəsi kimdir? Sən. Sənə mənsub olan şey, aid olan şey kimdir? Uşaq. Burada sənin yiyəlik, birinci tərəf yiyəlik hal şəkilçisi qəbul edir, ikinci tərəf mənsubiyyət. Uşağın, burada fikir ver, sənin ın, in, un, ün. In, in, unun şəkilçisi anonim şəkilçidir. O həm leksikdir, həm qrammatik. O qrammatik şəkilçi kimi həm mənsubiyyət şəkilçisidir, həm ismin halı şəkilçisidir. Bax, burada ın, in, unun şəkilçisi birinci tərəfdə gəlir, demək yiyəlik halıdır. Burada ikinci tərəfdə gəlir, demək mənsubiyyətdir, sənin uşağın. Eləcə də bütün şəxslər üzrə yazmışam. Onun uşağı, mənsubiyyət şəkilçisi nə oldu? I, I, U, Ü. Bu da təsirli haldan anonim şəkilçidir. Biz sözlərdə, yəni cümlədə gəlir, məsələn, uşağı sözünü mən heç vaxt ayrılıqda deyə bilmərəm. Uşağı ı şəkilçisidir. Mənsubiyyət yoxsa hal. Nə qədər ki söz birləşməsi içində işlətməmişəm. Nə qədər ki cümlədə işlətməmişəm. Biz buna kontekst deyirik. Kontekstə görə baxıb qərar verirəm. O sözü təsirli halda yoxsa mənsubiyyətdir. Məsələn, deyirəm ki, uşağı gözləyirəm. Uşağı çağırdım. Burada təsirli halda kimi çağırdım? Biri də var deyirəm ki, onun uşağı. Burada yiyə sahib məzmunu var. Yiyə mənsub məzmunu var. O artıq burada nədir? Mənsubiyyət şəkilçisi. Mənsubiyyət. Bu arada mənsubiyyət şəkilçisi qəbul etmiş bu ikinci tərəf. Yəni üstəgəl mənsubiyyət. Bu ikinci tərəf ismi adlıq halındadır. Bu şəkilçilər mənsubiyyət şəkilçisidir. Mənsubiyyət şəkilçili sözü hallandıra bilərəmmi? Bəli, hallandıra bilərəm. Gəlin hallandıraq. Bax, mənim uşağım adlıq haldadır. Mənim uşağımın, mənim uşağıma, mənim uşağımda, mənim uşağımdan fikir verirsiniz? Rahatlıqla hallandıra bilirəm. Demək, bu ikinci tərəf adlıq haldadır.
Bunu unutmayın. Sonra bizim uşağımız, ımız, birinci şəxsin cəminin mənsubiyyət şəklisi. Sizin uşağınız ikinci şəxsin cəminin mənsubiyyəti, ımız. Onların uşaqları, bax fikir verin, üçüncü şəxsin təki o, cəmi onlar. Şəkilçi eynidir, fərq nədədir? Burada artıq olan şey nədir? Lar, burada dedim onlar, düzdürmü? Buna, buradakı onlara biz deyirik şəxs kəmiyyət şəkli. Orada deyirik, məsələn, burada da var, deyirik şəxs kəmiyyət şəkli. Burada lar, yəni üçüncü şəxsin cəmlik bildirmək üçün işlətmişəm. Əslində şəkilçi eynidir. Sadəcə burada topluluq, cəmlik bildirmək üçün bunlardan istifadə edəcəm. İndi gəldik nəyə? Hansı isim bilirsiniz ki, isimlər insan anlayışı, heyvan, bitki, cansız anlayışı bildirə bilər. Bütün isimlər mənsubiyyətə görə dəyişə bilər. İstər insan, məsələn, deyirəm, həkim, müəllim, mühəndis, insan anlayışı bildirən söz. Ana, oğul, uşaq, qız, insan anlayışı bildirən. Məktəbli, məsələn. Heyvan anlayışı bildirən söz, məlum məsələdir. İt, pişik, nə bilim, ayı, canavar, məsələn, bitki, cansız əşyalar. Bütün isimləri mənsubiyyətə görə dəyişə bilərəm. Niyə? Biz hər şey mənim deyə bilərik. Biz hər şey sahiblənə bilərik. İstər insan, istər bitki, istər heyvan, biz hər şey sahiblənə bilərik. Məsələn, deyə bilərəm, mənim pişiyim, deyə bilərəm, mənim çiçəyim, mənim çantam, cansız. Mənim anam, insan. Düzdür? Hər şey sahiblənib mənim deyə bilərik. İndi gəldik şəxs şəklisinə. Burada mənsubluq mövzusu var, məzmunu var. Amma burada şəxs şəklisi, bax, adından məlum şəxs. Şəxs nə deməkdir? İnsan. Burada yalnız insan anlayışı bildirən sözlər şəxsə görə dəyişə bilər. Fərqə baxaq, burada bütün isimlər, burada yalnız insan anlayışı bildirən isimlər şəxsə görə dəyişə bilər. Mənsubiyyət şəkilçisi söz birləşməsi əmələ gətirir, amma şəxs şəkilçiləri cümlə əmələ gətirir. Fikir verin, mən burada bunların hamısını kiçik hərflə yazmışam. Çünki bunlar cümlə deyil, bu söz birləşməsidir. Fikir bitmir, yarım çıxdı. Amma burada diqqət edin, mən hamısını böyük hərflə yazmışam və sonunda nöqtə qoymuşam. Burada qoymamışam, burada nöqtə qoymuşam. Bu nə deməkdir? Şəxs şəkilçisi varsa, artıq cümlə formalaşır. Şəxs şəkilçisi hansı cümlə əzmini əmələ gətirir? Xəbər. Bax, bunlar hamısı cümlədir. Mən uşağım. Şəxs şəkilçisi nə bildirir? Şəxs şəkilçisi insanın kimliyini bildirir. İnsanın şəxsiyyətini bildirir. Mən uşağım. Mən kiməm? Mən uşağım. Və ya deyə bilərəm, mən müəlliməm, mən anayam, mən kiməm, mən övladam, mən kiməm, mən bacıyam. Görürsünüzmü, insanın kimliyi bildirilir. Sanki sual verir, o uşaqdır, o kimdir, o uşaqdır. Kimliyi bildirilir. Və artıq şəxs şəxsi qəbul etmişsiniz, təkrar edirəm, cümlə əzmi kimi xəbər. İndi baxaq, bu bizim şəxs şəkilçilərimizdir. Bu mənsubiyyət şəkilçilərimizdir. Bunları qarışdırmaq. Burada dedim ki, birinci tərəf ismin yəli halında olmalıdır. Yəli hal üstə gəl mənsubiyyət. Amma burada nə yazmışam? Burada birinci tərəfdə iştirak edən əvəzliklər. Baxın, ismin adlı halındadır. Burada demişəm mən, burada deyirəm mənim. Burada demişəm sən, burada deyirəm sənin. Diqqət edirsiniz. Adlı hal üstə gəlir şəxs şəkilçiləri. Yəli hal üstə gəlir mənsubiyyət. Burada adlı halda olan cümlənin mübtədasıdır. Şəxs şəxsi qəbul etmiş sözlər cümlənin xəbəridir. Biz kimik? Biz uşağıq. Kim uşaqdır? Biz. Bu artıq mübtəda xəbərə gəlir. Mənaya diqqət. Biri var deyirəm, o uşaqdır. O kimdir? O uşaqdır. Uşağın kimliyi bildirdir. Amma burada deyirəm, onun uşağı. Onun uşağı. Burada yə mənsubiyyət məzmunu var. Uşağın yəsi kimdir? O. Ona aid olan şey nədir? Uşaq. Ona məzmun olan şey nədir? Uşaq. Bu, yəni baxanda açıqca seçilir. Əgər, testdə necədir? Testdə bu birinci tərəfləri silir. Sadəcə
Şəkilçilik söz verir sənə, həmin sözün əvvəlinə xəyalən söz artırırsan. Artırdığın söz adlı haldadırsa o şəxs şəkilsi gedir. Yəni haldadırsa mənsubiyyət gedir. Məsələn, tutaq ki, mənə belə bir variant verib, belə bir test verib mənə. Buradan yazın. A, bilmirəm, markerim oxunur, oxunmur. Markerlərin son nəfəsini yaşayır. A, B, C, D, E. Məsələn, testdən necə salır? Tutaq ki, götürək həkim sözünü. Yazaq. Burada yazıram həkimə. Burada yazıram, tutaq ki, fərqli sözlər götürək. Birdən yazıram həkimə. Birdən yazıram, hamısını insan anlayışı bildirən söz götürəcəyim. Ona görə niyə insan anlayışı bildirən söz götürürəm? Çünki mən əgər bitki, heyvan, cansız götürsəm, məlum məsələdə bu olur. Nə? Bu olur, mənsubiyyət şəkilsi. Burada bir dənə bu üçüncü şəxs bu dır-dır-dur. Bax, bu dır-dır-dur. Bilirsiniz ki, üçüncü şəxs sənəsliyi o, üçüncü şəxs, mən birinci şəxs, sən ikinci şəxs, o üçüncü şəxs. Üçüncü şəxs o, hər şey bildirə bilər. O deyərkən, yəni, burada insan, bitki, cansız, heyvan və s. belə nəzər tuta bilərəm. İndi bu dır-dır-durduru mən bu, yəni insan, heyvan, bitki, cansız anlayışı bildirən bütün isimləri artıra bilərəm. Bax, birinci, ikinci şəxs, həm təki, həm cəmə, mən, sən, biz, siz. Bunlar yalnız insan anlayışıdır. Mən, sən, biz, siz. Yalnız insan anlayışıdır. Üçüncü şəxs, o, onlar. Burada hamısı olacaq. Burada bir tək bu dır-dır-durduru mən hamısını artıra bilərəm. Aydındır mı? İndi testimizi davam edək. Bir A-ya yazıram həkiməm. Sonra B-yə yazın, məsələn, insan anlayışı hamısını götürürəm ki, şəkilçi ilə tapasam. İkincidə yazıram anadır. Anadır. C-də yazaq tutaq ki, qardaşım. Qardaşım. D-də yazaq məsələn müəllimsən. Müəllimsən. E-də yazaq tutaq ki, atasınız. Atasınız. Mən şərti belə qoyuram. Deyirəm ki, mənsubiyyət şəkilçili sözü göstər. Mənsubiyyət şəkilçili sözü göstər. Mən nə edirəm? Mən tez xəyalən bu sözlərin əvvəlinə söz artıram. Həkiməm. Mən həkiməm. Mən həkiməm. Adlı halda artıram. Şəxsdir. Anadır. O kimdir? O anadır. Aha, o anadır. O adlı halda artırdım. Qardaşım. Mənim qardaşım. Mənim qardaşım. Burada yə sahib məzunu var. Yə sahib. Qardaşım mənim. Mənim nədir? Mənim yəli haldır. İm dedim axı yəli haldır. Sonra müəllimsən. Sən kimsən? Müəllimsən. Sən müəllimsən. Bax, adlı halda artırdım sən. Amma desəydin sənin müəllimin, onda mənsubiyyət olardı. Sonra getdik. Atasınız. Siz atasınız. Siz mən adlı halda siz şəxsdir. Amma desəydim sizin atanız mənsubiyyətdir. Siz atasız bu şəxsdir. Bax, siz atasız deyəndə burada həmin şəxsin kimliyi bildirilir. Siz kimsiniz? Siz atasız. Amma sizin atanız deyəndə burada artıq yə mənsubluq məzunu var. Bu iki şey bir-birindən qopur. Yəni hal mənsubiyyət. Aydın mı? Bu arada bir şey deyim. Bu sını şəkilsini tələffüz edəndə sus deyil. Bu orfoepiya testlərinin içərisində var bu. Atasınız yazılır, atasız deyilir. Dır-dır şəxs şəkilçisi tələffüzü dır-dır. Məsələn, anadır yazılır, anadır deyilir. Məncə hər şey izah elədim. Ümid edirəm ki, mən bir balaca sual cavab edeyim. Mən sual verib biraz gözüm, siz özünüzdə tapmağa çalışın. Məsələn, tutaq ki, deyirəm ki, pişiyi. Sizcə burada nə olur? İş şəkilçisi. İş şəkilçisi
Şəxs şəkilsi olma ehtimalı yoxdur. Mən deyə bilərəm onun pişiyi. Onun pişiyi, hə, bu halda mənsubiyyətdir. Amma desəm ki, pişiyi sığalladım. Nəyi? Pişiyi. Orada təsir yarandı. Toxunuram, baxa, pişiyə təsir edirəm, toxunuram. Başqa bir misal götürək. Tutaq ki, deyirəm, eviniz, eviniz. Sizcə bu iniz mənsubiyyətdir yoxsa şəxsdir? Təbii ki, mənsubiyyətdir. Mən onun əvvəli, yəni haşəqəçini sözü artıram. Eviniz, sizin eviniz. Evin yazı kimdir? Siz. Sizə mənsub olan şey nədir? Ev. Həm də ev cansızdır, diqqət edirsinizmi? Başqa bir misal götürək. Məsələn, mühəndisdirlər. Mühəndisdirlər. Əvvələ nə qoyuram? Onlar mühəndisdirlər. Adlı xallı qoydum. Demək ki, bu şəxs şəkilsidir. Kimin nə sualı olsa, mesaj bölməsinə yazsın. Bu arada səhifəni bəyənməyi, izləməyi, səhifəyi paylaşmağı unutmayın.